Həndəsi silsilədə hər hansı bir hədd özündən bərabər məsafədə yerləşən həddlərin həndəsi ortasına bərabərdir. Yəni bu ikisinin əvəzinə yazmaq olar ki, bn plus 11-in kvadratı vurulsun buradakı bn plus 11 bərabərdir 64 4-ün kubudur. Və 3-ün qüvvətini 3 istəyən əvəzinə yazmaq olar ki, 3-ün qüvvətində n onun kubu. Yenidən yazıram. Bu ikisini vursam olacaq əslində nə? bn plus 11-in kubu bərabərdir. Və burada diqqət edirəm, qüvvətlər eyni olduğu üçün qüvvətli saxlayıb əsasları vuracam. Yəni yazacam 4 vurulsun 3-ün qüvvətində n, onun kubu. Və burada diqqət edirəm, qüvvətlər bərabər olduğu üçün əsaslar bərabər olmalıdır. O zaman yazıram nə? bn plus 11 bərabərdir 4 vurulsun 3-ün qüvvətində n. Belə bir şərt almış olduq. Deməli, bizdən soruşur, B13-ü soruşur. O zaman B13-ü soruşduğu üçün n əvəzinə 2 yazmalıyım. N əvəzinə əgər mən 2 yazmış olsam, B13 almış olacağım. Yazıram B13 bərabərdir 4 vurulsun 3-ün kvadratı. Bu da bərabərdir 9 vur 4, yəni 36. Düzgün cavab D variantı.